Ölkənin başçısı quldur olsun, mafya olsun, dələdüz olsun. Hətta ölkənin qanunları var ki, əsas qanun konstitusiyaya hörmət eləməsin. Ömür boyu diktator seçilib. Ölkənin daxilində bütün sərvətləri uğrayır, insanlar dağıtır, zindana öldürür. Hətta xaricdə də öldürür. Sən nə qədər qatilsən, Fransada mühacirətdə olan Vidadi İskəndərini də öldürmüsən, bugün həyatını dəyişdi. Nə qədər sən həyasızsan, nə qədər quldursan sən. Elə bilirsən, hegemon dövlətlər sənə susacaqlar. Sənin axırın da Saddam Hüseyin kimi olacaq. Sənin axırın da Kaddafi kimi olacaq. Sənin axırın da Rumıniyanın prezidenti kimi olacaq. Hara gedərsən ki sən? Sənin də şu xalqın sənə, hansı ki səninlə fəxr edirlər, onlar üçün elə şey eləməmişsən. Hətta onlar da sənə yardım edə bilməyəcəklər. Teröristi nə ilə fəxr edəsən ki, sən teröristsən? Kim səninlə fəxr edir? Kül onun başına. Sən teröristsən, sən quldursan.